Salam dəyərli dinləyicilər. İşdən söhbətin bugünkü qonağı Yusif Qasımovdur. Salam Yusif. Salam Elvin. Necəsiz? Əlayam, sən necəsən? Mən də yaxşıyam, çox sağ ol. Yusif, ilk növbədə təşəkkür edirəm təklifimizi qəbul edib bizə bu günləri qoşuldun. Ümid edirəm ki, bizim önümüzdəki növbəti 1 saat maraqlı müzakirələrlə dinləyicilərimizin yadında qalacaq. Bildiyim qədərilə çox maraqlı suallar hazırlamısan. Aha. Mən də çox hazırlaşmışam. Odur ki, bugün maraqlı podkast alınmalıdır, istəyirəm. Mən ilk növbədə suallarımıza mövzunu elan etməmişdən qabaq, suallarımıza keçməmişdən öncə istəyərdim ki, birinci bir sualla başlayım. Yusif Qasımov kimdir? Çünki dinləyicilərimiz birinci tanımaq istəyirlər ki, qonağımız kimdir? Bu sualı cavablandırsan daha yaxşı olar məncə. Yusif Qasımov ilk növbədə səmimi insandır, ailə başçısıdır və özünü peşəkar sayan birisidir. Mən bank, sığorta və pərakəndə biznes istiqamətində artıq bir 13 ilə yaxın təcrübəyə sahibəm. Amma 8 ildir çox sıx formada transformasiya yönümlü layihələrlə məşğulam. Hal-hazırda da Kapital Bankda çalışıram. Data governance, yəni datanın idarə edilməsi üzrə lead pozisiyasında. Amma bazarda sual versəz ki, yəni Yusifi necə tanıyırsınız? Yusifi agile coach və transformasiya lider kimi hamı tanıyır. Ona görə düşünürəm ki, bu gün elə bu istiqamətdən də getsək, düzgün səmtə yönələ bilərik. Mən özüm də əslində bu istiqamətdən tanıyıram əslində Yusifi. Daha çox LinkedIn-də, sosial şəbəkələrdə agile idarə etmə üzrə layihələri idarə edən agile coach kimi, agile təlimlər keçən biri kimi tanıyıram mən. Ona görə mövzumuzu da bu tərəfdən bu günləri təyin etmək istədim. Bu sahəni nəzərə alıb, background-u, təcrübəvi nəzərə alıb və həm də indiki zəmanədə belə deyim, davamlı olaraq dəyişir. Yəni mütəmadi olaraq dəyişikliklər var və bu dəyişikliklərə uyğunlaşmaq üçün biz də çevik olmalıyıq. Biznesimiz çevik olmalıdır. Və buna uyğun olaraq mövzumuzu düşündüm ki, biznesim və mən nə dərəcə çevik olaraq təyin edək. Biznesim və mən nə dərəcə çevikik deyəndə burada əslində 3 tərəf vardır. 3 tərəf deyəndə 3 obyekt var. Bir biznesdir, bir mənəm, yəni rəhbər, lider olaraq, bir də həmin o idarə etmə tərzi. Biznesi həmin rəhbər necə idarə edir budur. Birinci mən düşünürəm ki, liderdən başlasaq daha yaxşı olar. Lideri təhlil eləyək. Lider necə olmalıdır? Liderin əsas vəzifəsi nədir? Bu sadəcə ingilis dilində olan bu lead sözündən gələn aparıcı, yəni işçini və yaxud da idarə etdiyi şəxsi aparan bir şəxsdirmi bu lider, yoxsa işçinin yəni əlindən tutmağa ehtiyacı yoxdur. Buraxırsan ki, özü həmin səhvlərini eləsin, səhvlərindən nələrsə öyrənsin. Yəni həmin adamdır yoxsa lider. Yəni liderin əsas vəzifəsi nədir səncə? İlk növbədə təbii ki, lider vəzifə deyil. Lider seçimdir, lider düşüncə tərzidir, lider bir xarakterdir və heç bir rola və vəzifəyə bağlı deyil. İnsan, əgər biz hər hansı bir şirkətdən danışırıqsa, şirkətin heç bir pozisiyasında olmayan, yeni gələn, lakin yanaşması ilə və fikri ilə müəyyən bir kütləni ardınca apara bilən birisi. Xarizma nöqteyi nəzərdən, baxış bucağı və hər hansı bir istiqamət nöqteyi nəzərdən, yəni bunları nəzərə alaraq deyə bilərik. Amma məsələn konseptual nöqteyi nəzərdən baxsaq, hər bir əgər biznesdən danışırıqsa və dəyişikliklərin idarə edilməsindən danışırıqsa, yeni bazara gəlmək istəyən şirkət və ya insan sahibkar və biznes sahibi nəyisə bir yenilik atmaq istəyir. Hər hansı bir dəyişikliklər gətirmək istəyir, düzdürmü? Və oturmuş bazarlar da təbii ki, artıq müəyyən bir seçim ortamı ilə davam edirlər yollarını və orada oturmuş bir sistem var, yanaşmalar var, mədəni məqamlar var, coğrafi məqamlar var. Yəni məsəl üçün Azərbaycan bazarına xas olan hər hansı bir qərarlar, seçimlər və davranışlar toplusu. Onu götürək. Amma əsl lider və ya məsəl üçün dəyişikliklərin idarə edilməsi istiqamətində formalaşan bir insan araşdırır, ideyasını ortaya qoyur və düşünür ki, okey, bu ortamda, bu reallıqda biz nə edə bilərik? 2 seçim var adətən. Ya o deyə bilər ki, mən hamı kimi sadəcə bir ümumi bir piroqun parçasını əldə etmək istəyirəm, mənə bu kifayətdir. Kimsə də deyir ki, mən hər hansı bir mövcud bazara yeni bir çalar gətirmək istəyirəm. İndi bu hansı baxasına olacaq? Hansı seçim əsasında olacaq? Bu onun baxışı mı olacaq? Bu bir qərar mı olacaq? Və ya bu yeni bir dəyişiklik və rəqəmsallıq da ola bilər. Bu məsələ. Və əgər bu ideya varsa, ikinci məqam ondan ibarət olur ki, həmin insan başlayır nə etməyə? Özünə bir komanda yığmağa. Komandada yığanda artıq leadership mövzusu aktuallaşır. Çünki əgər sən baxış nöqteyi nəzərdən, səriştə nöqteyi nəzərdən, xarakter nöqteyi nəzərdən liderlik keyfiyyətlərinə sahib deyilsənsə, sən o yığdığın komandanı nə? İdarə edə bilməyəcəksən.
yönləndirə də bilməyəcəksən, onlara ilham verə bilməyəcəksən və yaratmaq imkanı yaratmayacaqsan. Başa düşürsən? Lider uğursuz olanda komanda nə qədər keyfiyyətli olsa da, həmin qoyduqları bir nəticə olmur ortaya. Məsələ budur ilk növbədə. Digər növbədə də məsələn uğursuzluq olanda çox gözəl bir lakmus kağızları var. Hansılar ki, sən onların əsasında təyin edə bilirsən ki, lider həqiqətən liderdir yoxsa yox. Məsələn, uğursuzluq olanda onun davranışı. O belə bir deyim var. Deyir ki, o güzgüyə mi baxır, yoxsa pəncərədən baxır? Pəncərədən baxır nə deməkdir? O deməkdir ki, özünü yönəldir komandaya və günahkar axtarır. Güzgüyə də təbii ki, baxmaq nə deməkdir? O deməkdir ki, ilk növbədə özünə sual verir ki, aha, mən harada səhv etdim? Biz bu səhvdən hansı örnək götürəcəyik və bu örnəyin komandaya hansı təsiri var? Bu mövzular aktuallaşır. Ona görə vəzifə heç vaxt Simon Sinek çox tanınmış bir yazıçı var. Gündəmin yazıçısı, aktual yazıçıdır. Sevdiyim kitabları var. Məsəl üçün Niyə ilə başla, məsəl üçün Start with Why kitabı və ya Liderlər sonda yeyir kitabı var. Leaders eat last. Və orada deyir ki, məsəl üçün mən belə bir liderlər tanımışam ki, heç bir vəzifəsi olmayıb, amma belə rəhbərlər də tanımışam. Top menecerlər, şirkətin üstündə olan rəhbərlər tanımışam. Hansılar ki, faktiki olaraq lider olmayıblar. Tapşırıqçı olublar, idarəçi olublar. Vəzifədə oturublar. Vəzifədə oturub sadəcə həmin vəzifədən istifadə edib bir mexanizm olaraq digərlərinə nə ediblər? Təsir göstəriblər. Başa düşürsən? Və o da faktiki olaraq liderlikdən heç bir əlaqəsi olmayan bir şeydir. Sən düz vurğuladın. Lead sözündən əmələ gəlir, bəli. Amma bir çox hallarda müasir liderlik nümunələrinə biz baxsaq, mütləq şəkildə hamıdan qabaqda dayanıb belə deyək, kütləni ardınca aparan məntiqinə gəlmir. Məsəl üçün biz bir canavar sürüsünə nəzər salsaq, adətən canavarların o deyilən vajak deyilir də ona, yəni lider, o arxada dayanır. Qabaqda gedirlər güclülər, nisbətən məsəl üçün yaşlılar, belə deyək də, dişilər və balacalar ortada, o da arxadan bütün elə bir ki, rəsmi nəzərə almaq üçün, müşahidə etmək üçün arxadan gedir. Müasir liderliyində mən buna məsəl üçün nümunə kimi gətirərdim ki, hal-hazırda güclü liderlər çalışırlar kölgədə olsunlar daha çox, ortam yaratsınlar, güclü komanda yaratsınlar. Onlar məsəl üçün güclü komanda yığmaqdan çəkinmirlər, qorxmurlar, düşünmürlər ki, aha, bax bu potensial namizəd gələcək, potensialda məndən də yaxşı olacaq, gəlib mənim yerimdə otacaq. Başa düşürsən nə? Ondan qorxmurlar. Bax bu risk həqiqətən aktual mövzudur və biz bununla rastlaşırıq da. O risk yəni hələ də varmı? Yəni var. Mən görmüşəm ki, ənənəvi idarəetmə metodu olan qurumlarda rəhbər əsasən qorxur ki, işçini hazırlamayım, yetişdirməyim ki, nə vaxtsa gəlib mənim yerimi tuta bilər. Yəni o riskdən çox qorxurlar. Yenə qorxan elə adamlar varmı? Var təbii ki. Aktualdır. Hər bir sahədə var hal-hazırda. Çünki bu sahəyə və ya məsəl üçün dövlət və özəl sektor bağlılığı yoxdur onun. Bir insan faktorudur və insanlar da öyrəndiyini gördükləri təcrübəyə əsasən edir. Mən necə görmüşəm? Vaxtilə mənim rəhbərim belə olub. Mən böyük bir zəhmət və səy nəticəsində gəlmişəm nəhayət ki, arzuladığım bir masaya, kresloya, yerə əlib çatmışam, əyləşmişəm və mən istəmirəm bu tez bir zamanda elə bir ki, dəyişsin. Və o nöqteyi nəzərdən də qorxurlar, çəkinirlər və s. Amma əsl lider yox, o anlayır ki, onun missiyası özündən daha güclüləri kəşf etmək, onları yönləndirmək və onları çox güman ki, əvəzinə gətirib yeni üfüqlərə çıxmaq, yeni formatlara əl atmaq, özünü bir başqa formada gerçəkləşdirmək və öz üzərində daimi çalışmaq. Bəs lider necə formalaşır? Yəni fərqli nəzəriyyələr var liderliklə bağlı, yəni liderliklə situativ nəzəriyyə var, başqa nəzəriyyəni qoyaq bir kənara. Yəni həqiqətən də reallıqda liderin formalaşması üçün hansı bir şərait lazımdır? Necə lider formalaşa bilər? İlk növbədə ailə mühiti. Məsəl üçün ailədə. Yəni təkcə işlə məhdudlaşmır da bu. Qətiyyən iş, mən belə deyim, ümumiyyətlə nə iş, nə universitet, nə də məktəb əslində bunu sənin üçün 90%, 100% yaratmır. 80% deyərdim 90% formalaşdırma prosesi evdə baş verir. Valideynlərin ətrafında, sənin ən yaxın çevrən ətrafında, bax və uşaqlıqdan biz bu elementləri və əlamətləri sezə bilirik də. Məsələn, məhəllədə, hər hansı bir ortamlarda kiçik yaşdan 20 nəfərlik kütlədə bir nəfər seçilir.
Hər hansısa bir xüsusiyyətlərinə görə. Bir tərəfdən özünə cəlb edir, bir tərəfdən dinlənilir. İnandırma bacarığı, İnandırma təsir bacarığı, etməsi. təsir bacarığı həmişə də bu fiziki qüvvədən asılı olmur. Çünki biz uşaq olaraq ola bilər ki, yəni kim olur bizim ətrafımızda? Hə, idmana gedən bir dənə oğlan ola bilər və bizdən yaşca 1 yaş və ya 2 yaş böyükdür və ya məsəl üçün cüssəli və s. və l. Amma əksində liderlik ona bağlı deyil. Bizdə əsgərlikdə bir yoldaş var. İndi əsgərlikdən misal gətirəcəm. Balaca bir çox çəlimsiz bir oğlan idi. Ancaq bütün briqadanın dedim divizionu idarə edən 300 nəfər, 200 nəfəri düzürdü sıraya. Yəni inandırma bacarığı var idi onun. Yəni o da bir liderdir də, yəni bir mənada. Yəni sual versən ki, nəyin baxasına bu baş verirdi? Detala getsən çoxlu meyarlara toxunacaqsan. Xarizma ola bilər. Çünki xarizma yalnız xarici görünüş deyil. Da məsəl üçün onun danışıq tərzi, onun dinləmə bacarığı, təsir gücü, kommunikasiyası və s. və l. Məsəl üçün dar günündə həmişə sizə həmrəy olması sizinlə və s. və l. Yavaş-yavaş nə? Güvən krediti formalaşdırır, düzdürmü? Eyni ilə də məsəl üçün bu formatlarda və yavaş-yavaş zamanla əgər bu potensial bu və ya digər üsullarla məhdudlaşdırılmırsa, məktəb, universitet, iş, əsgərliyi, yəni və s. və l. Sən belə olmamalısan və bu sənə gələcəkdə çətin olacaq sənə belə xarakterlə və s. tipli fikirlər, potensialda bu insan hər hansı bir uğurlara, öz nöqteyi nəzərdən uğurlara gəlib çata biləcək. Və onun da bəxti gələcəkdə onunla bağlıdır ki, müəyyən bir işgüzar yolculuqda ona oxşar bir digər lider gəlsin, onunla rastlaşsın və onu kəşf etsin. Çünki mən inanıram bu fikrə, həmişə də onu vurğulayıram. Bilirəm ki, razı olmayan çoxları var bu fikirlə ki, hər bir insan öz xüsusi istedadı ilə anadan gəlir. Yəni istedadsız insan yoxdur. Sadəcə funksiya ondan ibarətdir və onun şansı ondan ibarətdir ki, yol üstü yaşayış boyu istedad necə inkişaf onu etdirirsə. tapsın, birincisi tapsın, təyin etsin. Çünki kimsə deyə bilər ki, mən istəyirəm sən filan istiqamətdə böyüyəsən, istəyirəm sən hüquqşünas olasan və ya istəyirəm sən həkim olasan. Nəyə görə? Ömür boyu mən özüm istəmişəm, məndə alınmayıb, heç olmasa mənim övladım olsun. Necə də təhlükə burdadır. Amma artıq yeni müasir, belə deyək də, tərbiyə və valideyn-uşaq münasibətləri onu göstərir ki, uşaqları dinləmək lazımdır artıq balaca yaşından. Onlar nə deyir, nəyə maraq göstərir, nədə özlərini digərlərindən fərqləndirir və güclü onların cəhətləri nədən ibarətdir. Əgər biz korporativ müstəvidə baxsaq, işi bilməyən və təcrübəsiz bir insan şirkətə gəlir. Soruşsan ki, liderin əsas funksiyası nədən ibarətdir? Internship keçib, gəlib şirkətə. Sənə nə maraqlıdır sualından gəlməlidir. Bax, səni nə maraqlandırır? Əgər, məsələn, potensial bu əməkdaş desə ki, mənə maraqlandıran odur ki, indi hal-hazırda dünya gedir tutalım dataya, süni zəkaya, IT-yə və s. və l. Onu qoyub qırağa özünə yenə sual vermək lazımdır ki, yaxşı, bunları anladıq, başa düşdük. Səni nə cəlb eləyir? Sən nədən həzz alırsan? Və digərlərindən müqayisədə sənin güclü tərəflərin nələrdir? Əgər bu suallara cavab tapırsa, artıq yönləndirmə prosesi də, lider əgər özü də səriştəlidirsə, yönləndirmə prosesi daha axıcı və keyfiyyətli formada baş verir. Bu tərəfdən baxanda lider, baxın dediniz ki, qarşı tərəfdə məsələn oturub bir internə sual verir, misal internündən də sual verir, onu qiymətləndirə bilir. Liderin hansı səriştəsi olması daha vacibdir? Yəni bacarıqları, strateji düşüncə olmalıdır, yoxsa empatiya bacarığı olmalıdır? Çünki qarşı tərəfi anlamayan biri necə idarə edə bilər komandanı? Yəni o empatiya hissi olmayan biri. Ancaq strateji düşüncə də müəyyən mənada önəmlidir. Yəni sənin fikrincə necədir? Hansı daha önəmlidir? Hansı bacarıq olmalıdır? Daha məsələsi deyil. Hamısı lazımdır. Məsəl üçün, əgər biz empatiya, müşahidə, dinləmə, həmfikir, kommunikasiya, digər məsələ desək, ümumi adlandırsaq, yumşaq bacarıqlar, soft skills, onlar da lazımdır. Strategiya, idarə etmə təcrübəsi, qərar vermə təcrübəsi, kritik düşüncə mövzuları və s. məsələlər, bunlar da bir tərəfdə. Yəni, indiki halda, bilmirəm fikir vermirsən yoxsa, hər halda özün də təlim və inkişaf istiqamətinin mütəxəssisisən, çox fikir vermirsən ki, indiki idarəçiləri, menecerləri leadership təlimlərinə və belə deyək də, səriştənin yüksəlinməsi təlimlərinə cəlb eləyirlər daha çox. Və təlimlərin 90% kontenti, o sən vurğuladığın məqamlardır. Empatiya, dinləmə bacarığı, kommunikasiya bacarığı, digər məsələlər, emosional zəka,
və s. məsələlər. Çünki bizi buna öyrətmirlər də, fakt ondan ibarətdir. Yəni öyrətmirlər ki, necə davranasan insanla, ona necə eləyəsən məsələn. Amma iş bölgüsünü həyata keçirtmək, o taskları necə bölmək, deadline-ları necə qorumaq və necə tələb etmək. Ənənəvi metodlar bunlardır da. Hər yerdə bu yazılıb, treyninqlərdə var və hətta artıq qabaqcıl universitetlər belə hansılar ki, MBA kurslarını formalaşdırır. Onlar artıq deyirlər ki, dostlar, siz gələndə bizə və yazılanda və inkişaf istiqaməti ilə gedəndə onu əsas düşünün ki, burada sizin qazandığınız framelər, hər hansısa bir yazılı qaydalar olmayacaq. Burada birincisi siz əhatə dairəsi formalaşdırırsınız, şəbəkələşirsiniz, yeni müxtəlif кейslər öyrənirsiniz və biz əsas fokusu daha çox soft skilllərə verəcəyik. Çünki gözlənti və boşluqları orada sezirik. Ən çox boşluqlar oradadır. Əgər siz buna hazır deyilsinizsə, siz o zaman geridəsiniz və hal-hazırdakı o üsullar yavaş-yavaş zamanla artıq işlək deyil. Onlar öz aktuallığını itirmiş olur. Başa düşürsən nə demək istəyirəm? Dediyin kimi, yəni rəhbərlərə daha çox aşılanan hansı bacarıqlar, komandanı necə idarə etmək olar, iş bölgüsü necə olar, yəni iş fokuslu daha çox bölgülərdir. Daha çox aşılanan biliklər bunlardır. Ancaq müasir tələblər bunlar deyil. Bəs belə bir yanaşma, Patrick Lencioni yəqin ki tanıyırsan, Amerikalı yazıcı, onun bir yanaşması var, First Team, birinci komandadır yanaşması. Bu yanaşmaya görə bəs necə, yəni doğrudan da bu yanaşma tətbiq edə bilirikmi biz? Yəni həm Azərbaycan reallıqlarından danışaq, həm də beynəlxalq digər şirkətlərdə. Yəni komanda doğrudan da birincidirmi, yoxsa sadəcə bu sözdə deyilən bir formal olan bir sözdür? Sən də mənim subyektiv fikrimi soruşursan, düzdürmü? Həm subyektiv, həm də qiymətləndirdin, təhlil elədin. Əmək bazarında vəziyyət necədir? Ürəkaçan deyil, açıq sən deyim. Yəni belə reallıqdan biraz danışaq da. Optimist insanam özüm. İnanıram ki, düzələcək, amma faktiki olaraq hal-hazırda elə deyil. Və bilirsən nəyə görə elə deyil? Bayaq ona görə danışdıq ki, bir çox şirkətlər onlar bu quruluşa daha çox mexanizm kimi baxırlar və əməkdaşlara da bir bolt wind kimi baxırlar da. Bu sıradan çıxdı, hardadır? Başqa bir zirzəmidən hardansa o rəfdən bir dənəsini də götürür, yerinə qoyur, sıxır, deyir, hə, iş getdi. Elə deyil. İndiki istiqamətlər bizi öyrədir ki, orqanizmdir bu yanaşma. Yəni ki, şirkət, qurum, insanlar arasında bu kommunikasiya və biznesin formalaşması bir orqanizmdir. Sən, məsəl üçün, sənin qaraciyərin stroydan çıxırsa, sən onu düzəltməlisən, sən onu kəsib yenisini qoya bilmirsən. Məsəl üçün, qaraciyərin timsalında 100% onu bilirəm. Məsəl üçün, böyrəkdir, digərləridir, transplantasiya və s. və ola bilər. Amma çalış ona əl atma da, bu son, necə deyərlər, bir qərardır, versiyadır da. Sən bir keçib ona müayinə ilə, bax gör problem hardadır. Bəlkə sən məsəl üçün belində ağrı verən məsələ tutalım, onurğa ilə bağlı deyil. Bəlkə oturub çox fikir eləyirsən ona görə. Məsələ axır. Ona görə Lencioni'nin ikinci bir yanaşması da var. Komandanın 5 disfunksiyası yanaşması da var. Kitab var deyəsən. Hə, kitabı da var, amma First Team yanaşmasını həm Lencioni da biz rastlaşırıq, həm də Good to Great kitabında da var. Orada bir dənə məsəl yanaşma var. First Who. Birinci kim? Orada da deyilir ki, yəni birinci komanda. Mən bununla razıyam konseptual olaraq. Komandanı uğurlu edən rəhbərdir, yoxsa rəhbəri uğurlu edən komandadır? Qarşılıqlı mövzudur. Yəni sən necə belə deyək də, birini ötürürsənsə, ikisini də əldə edirsən. Qarşılıqlı kommunikasiyadır və qarşılıqlı dəyər mübadiləsidir. Ona görə adətən onu gördüyüm odur ki, güclü liderin güclü komandası olur. Onların arasında güclü inam hissi var, güvən hissi var. Güvən boşluğu yoxdur. Elə Lencioni'nin beşliyində ən birinci problem, disfunksiya ondan ibarətdir ki, lack of trust, absence of trust, üzr istəyirəm. Yəni güvən boşluğu. Və əgər güvən yoxdursa, biz nədən danışa bilərik? Bizneslərin uğurlu olmasında da hətta elə bir şey var. Yəni ilk komandanı quran şəxslər birinci aralarında güvən qururlar. 100%. Mən öz layihəmdən deyim, komanda yoldaşlarımla aramda bir güvən bağlılığı yaratmışam. O mənə güvənir, mən onlara güvənirəm. Başqa cür alınır. Yəni komanda uğura aparan məncə bu olur. Trustsız. Yəni sən bu bünövrədir də. Sən məsəl üçün komanda toplayırsan və güvən yoxdur və hər hansı bir yola çıxanda artıq başlayır kulis arxası danışıqlar, sui-istifadələr, toksik mühit, yer qazma və digər məsələlər. Nə qədər peşəkar olsalar da artıq, yəni texniki biliklər nə qədər çox olsa da, yəni artıq yararsızdır bunlar hamısı. Fərz eləyək də. Fərz eləyək ki, mən bir ideya ilə qurmuşam bir şirkət, komanda yığıram.
Komandanı təbii ki, bildiyim və birlikdə vaxtilə təcrübə qazandığım insanlar ətrafında quram, düzdürmü? Hesab edirəm ki, bax bu istiqamətdə filan kəsin səriştəsi bizə lazım olacaq, filan istiqamətdə filan kəsin. Məsəl üçün insan resurslarının qurulması məsələsində tam səni cəlb eləmişəm. Amma siz bir-birinizi tanımırsınız. Sizi birləşdirən mənəm. Okay? Və sonra əgər güvən yoxdursa, bu da mənim ilk və başlıca funksiyam odur ki, sizi bir ortaq bir məsələyə gətirim. Dəyər və prinsiplər ətrafında formalaşdırım sizi və sizə bir istiqamət verim. Mən onu yarada bilmədimsə, nə olacaq? Sən məsəl üçün əminsizliyin varsa, oxub fikirləşəcəksən. Aha. Aradan sən çıxan kimi o dağılacaq Yusuf. Yusuf filan kəsi tutalım, cəlb eləyib. Gələcəkdə biz böyüsək, məsəl üçün ən bəsit vəzifə toplusu, bölgüsü olanda, belə yaxşı vəzifələr olanda, maraqlıdır öz müavini kimi təyin edəcək. Məni yoxsa filan kəsi. Və belə Yusufun ədalətliliyinə mən artıq güvənmirəm. Bu bir, aydındır ki, mən də cəlb eləyəndə çalışıram ki, bax, əgər belə tipli söhbətlər yaranırsa, demək ki, mən komandanı səhv qurmuşam ümumiyyətlə. Belə insanlar niyə burdadır? Belə insanlar niyə bunu fikirləşən? Hələ biz başlamamışıq, amma gələcəkdə kimə nə düşəcək və hansı formada olacaq, əgər onları mən cəlb etmişəm, səhv məndədir. Mən o səhvi etiraf edib, oturub fikirləşməliyəm. Ona görə qaydırıq birinci kimlər, birinci komanda. O çox vacib və titiz sənin seçiciliyinə əsas olan bir seçim prosesidir. Rəhbərdən danışdıq biz. Rəhbər deyəndə liderdən danışdıq. Lider necə olmalıdır, əsas vəzifəsi nədir, komanda necə idarə edə bilər? Bunlara toxunduq. Ancaq o biznes və mən obyektində digər ikinci bir tərəf, yəni connector deyək də, idarə etmə üsuludur. Rəhbər o lider biznesi necə idarə edəcək? Burada idarə etmə üsullarına toxunaq. Əsas sənin mövzun da burada başlayır, əcəl idarə etmə. Əcəl idarə etmə nədir? Yəni ilk bunun tərifindən başlayaq. Əcəl idarə etmə nədir? Dezavantajları nələr? Bunlara sonra toxunarıq. Sən güləcəksən. Hər dəfə mənə o sualı verəndə mən fərqli təriflər verirəm. Çünki özü də qıvraq və fərqlidir. Amma çalışacağam indi maksimum dərəcədə lakonik formada, başa düşülən formada. Özüm nəyə görə bu sualla başladım? Sən özün necə adlandırardın? Mən özüm nəyə görə bu ilə başladım? Çünki fərqli adamlara mən bu sualları verəndə fərqli cavablar alıram. Yəni biri proseslərin çevikliyindən danışır, biri rəhbərin verdiyi qərarların çevikliyindən, yəni idarə etmə formalarına görə dəyişir, insanlara görə dəyişir bu yanaşmalar. Səndən də bu cavabı almaq istəyirəm və daha peşəkar cavabı əminəm ki, səndəndir. Yaxşı, sənə o sualı versəydilər, sən məsəl üçün necə cavab verərdin? Ondan sonra da mən cavablayaram. Mənə görə əcəl idarə etmə bürokratik əngəlləri aşılmasıdır. Yəni prosesləri ləngidən bütün obyektləri çıxartmaq ortadan. Hansı ki, proseslərə maneə törədir, bunlar çıxmalıdır və daha çox biznes fokuslu olmaq, daha çevik, yəni hər şey dəyişirsə, mən də bu prosesə uyğun tez dəyişə bilməliyəm. Ya biznesimi, ya öz idarə etmə üslubumu, komandamın yanaşmasını, bunları, yəni agile çeviklik hər şeyi əhatə eləməlidir də. Yəni bir məhdud çərçivədə olmalıdır. Məsələn, mən mailıma baxdım, tez cavab verdim. Təkcə bu prosesi sürətləndirmək deyil mənim düşüncəmdə. Şurada cavabladın da. Keçən növbəti suala. Zarafat edirəm. Əgər biz proseslərin optimizasiya nöqteyi nəzərdən baxırıqsa, razıyam sənin fikrindən, amma məsələn gəl daha da qloballaşdıraq. Çox yüksək səviyyəli bir tərif verək də ona. Deməli, belə deyəcəm. Dəyişən mühitdə bazarın çağırışlarına qıvraq və çevik reaksiya vermək yanaşması biznes nöqteyi nəzərdən. Biznes nöqteyi nəzərdən olmada bilər. Məsəl üçün evdə, hansı bir digər ortamlarda sən dəyişən mühitə necə reaksiya verirsən və sənin reaksiya meyarların hansılardır? Bu qədər. Əgər biz deyiriksə ki, agile idarə etmə üsulu və agile düşüncə tərzi. Okay? Və deyirik ki, bu şirkət olduqca bunu yaşadır. Biz nə demək istəyirik? Biz onu demək istəyirik ki, bazarda olduqca qıvraq formada həmin şirkət rəqibləri ilə müqayisədə daha tez həm reaksiya verir, həm də dəyər yaratmağa başlayır. Başa düşürsən? Məsəl üçün şərtidir. A şirkəti, B şirkəti. A şirkəti B şirkətindən daha güclü, iri, bazar payı daha böyük olan və müştəri bazası daha geniş olan birisidir. B şirkəti də deyir ki, mən necəsə A şirkətinə rəqib olmaq istəyirəm və hansısa formada onu edəcəm. Və deyir ki, mən bunu agile yanaşması ilə edəcəm. Nə gözəl. O nə deməkdir ki, sən agile yanaşması ilə edəcəksən? O deyir ki, yaxşı, mən bazarı araşdıracağam.
Mən rəqiblərin güclü tərəflərini araşdıracağam. Və ilk növbədə mən müştərinin nəbzini öyrənəcəm. Müştəri nə istəyir? Müştərinin gözləntiləri nədir? A şirkəti ilə müştəri təmasda olanda hansı ağrılı nöqtələrlə rastlaşır? Nə baş verir? Axı biz görürük. Axı biz məsəl üçün sosial şəbəkədə şirkətlərlə bağlı rəyləri oxuyuruq. Razı olan kütlə yoxdur. Bizdə hər bir şirkət deyə bilər ki, bizdən narazıdırlar. Nəyə görə narazıdırlar? Hansı formada narazıçılıq baş verir? Tez-tez baş verirmi? Gec-gec baş verirmi? Və biz buradan nə əldə edə bilərik? Aha, budur deyəsən. Yəni marketinq slengi ilə biz deyək value proposition. Yəni bizim dəyər mövqeləndirməmiz. Bizim dəyər mövqeləndirməmiz mən A şirkəti kimi edəcəm, nə düşər mənim payıma düşər inşallah xeyirlisi. O deyil. Hə, və deyir ki, aha, bax bu məsəl üçün nişada böyük A şirkəti ləng olduğuna görə sadəcə çatdırmır o tərəfə və xeyli müştəri bazasını itirmiş olur. O müştərilər mən götürəcəm. Bəli. Və mən orada nişamı tutacağam. Mənə lazım deyil hər bir yerdə olum. Mən burada bir dənə nişamı olum. Maraqlı və sadə və onların problemlərini həll edəcək bir həll yolu verirəm və nəticədə nə olur? Müştərilər də özləri gələcəklər, başa düşürsən? Özləri vaxtını, zamanını, seçimini və təbii ki, pullarını da bizə yatıracaq. Bax, əsl agility öz mahiyyəti etibarilə biznes nöqteyi nəzərdə buradadır. Amma digər məsələlərə biz baxsaq, məsəl üçün agile yalnız tutalım güclü komandalar ətrafında formalaşa bilər. Yalnız yetkin, motivasiya olunmuş və eyni istiqamətli vizyona sahib olan komandalar onu yaşada bilər. Bu bir tərəfi. Biz müəyyən bir şirkət olaraq onlar üçün bir şərait yaratmalıyıq. Daxili müştərinin məmnuniyyəti tərəfində çox vaxt bir sərf etməliyik. Yəqin sən də bilirsən, məsələn, employee engagement, daxili sorğular və s. Bu aralar çox tez-tez mən görürəm ki, belə bir ümumi bir konkurs deməyim, belə bir təltif ildən bir ilə məsəl üçün təltif etmələr olur ki, great place of work. Great place to work. Hə. Yəni və hər dəfə ildə bir dəfə o sorğu həyata keçirir ki, ən ideal iş yeridirmi bizim ortamımız, yoxsa yox? İnsanlar orada onu cavablandırır. Təbii ki, hər bir şirkətin gözləntisi odur ki, onlar onu şəffaf cavablandırsınlar ki, nəticə çıxsın, həmin nəticəsi etibarilə də o boşluqları aradan qaldıraq. Düzdürmü? Bu agile konsepsiyasının bir ayrılmaz hissəsidir ki, mən o dediyim komandadan istədiyim biznes effekti ala bilməyəcəm əgər mən onlara 9-dan 6-ya işdə 5 dəqiqə geciksən izahat, ayda bir dəfə bir dənə mənə siyahı kimdir onlar və s. və ilaxır. Nahar etmək üçün cəmi bir saat vaxtınız var və təəssüf ki, biz buna bizə nə deyirik? Disiplina deyirik. Halbuki bu disiplina deyil. İşçiləri məhdudlaşdırmaqdır. Nə istəyirsən deyə bilərsən, daha uyğun olacaq. Nəinki disiplina sözü. İş məhsuldarlığına da təsir edir də, yəni. Çünki disiplina daha çox mənim üçün və kitablar da onu deyir ki, disiplina daha çox davamlılıq mövzusudur, nəinki çərçivələnmiş bir şey. 9-dan 6-ya mən işləyirəm, mən disiplinliyəm demək deyil. Disiplinliyəm odur ki, mən 2 həftədən bir stabil olaraq sənə nəticə verirəm. Disiplina. Məsəl üçün gözəl kitab var, yəqin ki oxumusan, Atomik vərdişlər. Çox bestsellerdir və orada bu vərdişlər, disiplina, davamlılıq, consistency mədəniyyəti və s. və axır bununla bağlı yazılıb da hər şey. Kitabı oxuyandan sonra adamın praktiki yazılıb. Götür, tətbiq elə. Yəni özünə doğru təbii ki də. Yəni məsəl üçün o başqa kitab da var. Məsəl üçün mən onu o qədər qəbul etmirəm. O Robin Sharmanın kitabı var. Ferrari-ni satmış ruhani və rahib. Ha deyir ki 5 uğurlu olmaq istəyirsən 5-də dur, saat səhər falan. Bu bir istiqamət verməkdir. Bu bir necə deyim, bir qayda deyil. Mütləq 5-də durursansa mütləq Ferrari-nin olacaq. Belə bir şey yoxdur da. Amma məsəl üçün sən tez durursan, müəyyən bir vərdişlər formalaşdırırsan, bir yeni zaman əldə edirsən, həmin zamanda da nəsə bir özünə dəyər qatmış olursan. Bədənə, daxili və hər hansı bir vərdişlər və s. Kimsə gəzir, kimsə idmana gedir, kimsə nə bilim yoga ilə məşğuldur, kimsə kitab oxuyur və s. və ilaxır. Kimsə itlə gəzir və s. Yəni bu pis deyil, konseptual. Amma nəsə görə biz hərfbə-hərf informasiyanı əldə edirik. Ha, kişi yazıb ki, saat 5-də, saat 5-də. 5 olmasın, 5-15 olsun, 6 olsun, 6-30 olsun, biz fərqliyik. Praktik olaraq tətbiq eləmək var da. Əsas məsələ odur. Yəni oxumaq. Mən məsələn o kitabı oxumuşam, ancaq praktik olaraq tətbiq eləyə bilirəmmi?
demək Yeni olar ki, vərdişlər əmələ gəlib o kitabdan sonra məsəl üçün. yeni vərdişlər müəyyən mənada gəlib, bəli. Ancaq işlərimi sistemli olaraq görürəm. Əhatəmdə müəyyən bir təmizləmələr eləmişəm, belə deyim. Əlbəttə mənim üçün faydalı olub, ancaq tam olaraq tətbiq eləyə bilirikmi? Bu əcəl idarəetmə də onun kimidir məncə. Danışırıq nəzəri olaraq, ancaq praktikada nə dərəcə tətbiq olunur bu? Və tam deyəndə biz nəyi nəzərdə tuturuq? Kim üçünsə tam natamam, kimin üçünsə natamam tam. Bilmək olmaz, düzdürmü? Aha, düzdür. Şərtidir birincisi və elə onun özəlliyi də ondan ibarətdir ki, sən belə deyəcəm, dəyər və prinsipləri pozmamaq şərti ilə özünküləşdirə bilərsən. Amma bizə o kastomizasiyanı, həmin o özünküləşdirməsini də ifrat dərəcəsinə çatdırırlar ki, bizim əcəl belədir də, bizim əcələ görə sən 9-6-dır. Hə. Azərbaycan O sayağı. çox acığım gəlir. Azərbaycan sayağı nə deməkdir? Yəni mütləq pisdir. Mənə görə Azərbaycan sayağı yaxşı deməkdir. Kim necə deyirsə desin. Amma məsəl üçün də demək istəyirəm ki, bizə görə budur. Bizim əcəlimiz 9-6 əcəldir. Elə də yaxşıdır. Elə deyil. Bu özünü aldatmaq deməkdir və sadəcə dəbli slengdən istifadə edib sadəcə biz də o mövzudayıq ha, biləsiz. Bizdə də özümüzə uyğundur, amma o da var, bizdə o da var. O biraz Bəs dezavantajları var əcəl idarəetmənin. Onlar nələrdir? İlk növbədə pul. Sən onu həyata keçirmək üçün böyük sərmayələr qoymalısan. Heç kim də ora getmək istəmir. Deyirəm, nə oldu dayanda mən elə Bu günə qədər işləyirdim. heç bilmirəm o mənə fayda gətirəcək, gətirməyəcək. Bu boyda pul mən sərmayə eləməliyik ona. Məsələn, mən də coach olaraq, həmişə konsultant coach olaraq onu deyirəm ki, baxın, güclü komanda güclü sərmayə deməkdir də. Sən güclü insanı, güclü peşəkarı nəyə gətirəcəksən? Bir fincan suya mı gətirəcəksən, yoxsa üzr istəyirəm də. Baxma da, yox da, indi bu biz nə qədər neçə insan bizə lazımdır. Deyirəm, bu yaxşı sualdır. Əcəl yanaşması demir ki, siz təzədən bax 300 nəfərlik bir heyət var sizdə. Onlardan 200-ü bizi qane eləmir, 200-ü çıxır işdən, növbəti 200-ü gəlir. Elə deyil. Yəni biz axı danışdıq biznes nöqteyi nəzərdən. Siz öz nişanızı seçirsiniz. O ətrafda bir balaca komanda qurun, dream team dediyimiz. 200 nəfərə ehtiyac yoxdur. 10 nəfər gətirin. Müvafiq qaydada onları dəyərləndirin. Onlar heç nəyi düşünməsinlər. Maddiyyatı, qeyri-maddiyyatı, digər məsələ. Hər şey onlar üçün okey olsun ki, fokuslansınlar. Əcəlin bazasında fokus yanaşması var. Sən həmin o işə, həmin o ideyaya, o gedişata özünü fokuslu formada istiqamətləndirməsən, sən nəticə verə bilməyəcəksən heç bir halda. Və deyir ki, yəni onları fokusladın, həmin o nişada müəyyən müddət onlara dəyməyin, yalnız bununla məşğul olsunlar və onlara azadlıq verin. Həm səlahiyyət verin qərar vermək üçün, həm də azadlıq verin. Məhz o zaman şans yüksəkdir ki, nəticə olacaq. Heç kim sizə 100%-lıq qaransiya vermir. Çünki bu falçılıq deyil də. Nostradamus yaratmayıb bu, yəni ki, bu əcəl yanaşmasını. Həm də dəyişən mühit demirik biz. Bugün aktual olan bir aydan sonra aktual olmaya bilər, başqa bir şey çıxa bilər. Yəni sizin o qıvraqlıq və çeviklik dərəcənizi orada görsənəcək ki, siz necə özünüzü toparlaya bilib fokusunuzu dəyişdiniz digər tərəfə, başa düşürsən. Bax, orada da əsas minuslar, əksər şirkətlər ona getmir. Əksər şirkətlər deyir ki, yox, mən istəyirəm belə, bax, biz necə gedirdiksə, elə də gedək, mən istəyirəm tutalım, layihələrin aparılması sadəcə metod olaraq, onu dəyişim, əlavə olaraq əcəl qatım. Bu effekt verirmi? Və ona görə bazarda elə miflərdən biri də ondan ibarətdir ki, əcəl nədir soruşsun, deyir, layihələrin idarə edilməsi üzrə yeni və müasir metodologiya. Eyni cavabı eşitmişəm. Şok məsələdir. O metodologiya kimi qələmə versək, metodologiya nə saya bilərik biz? Onların frameworklarını. Əcəlin frameləri var. Amma frameworklara da sən baxsan, onların birinci cümləsi deyir ki, we are not methodology, we are frameworks. Biz metodologiya deyilik. Biz frameworkları, biz sizə istiqamət göstəririk ki, orada yaranasınız, formalaşasınız və s. Ona görə mən bir çox zamanlar 2018-dən elə bu yana daimi olaraq onun üzərində çalışıram. Tək mən yox, mənim həmkarlarım da. Şükürlər ki, böyüyürük, genişlənirik, icmamız da var. Maarifləndirmə, Elvin. Sən özün də etiraf edəcəksən ki, məsələn, learning and development məsələsində də yəni elə hallar olur ki, sən görürsən ki, yoxdur dostlar, sizin dediyiniz o deyil də. Əslində bunun bazası budur məsələndə. Və deyirsən ki, biz necə eləyək ki, hamı eyni istiqamətə getsin. Bax, bu maarifləndirmədir.
Maarifləndirmə boşluğu olduğuna görə və özünküləşdirmələr, o customize versiyaları çoxdur artıq. Əvvəl heç olmasa az idi. Necəsə bunu biz idarə edə bilirdik. İndi çoxdur. Hər bir şirkət özünə görə kimsə orada başlayır, elə görür, sonra yığışırıq, öz təcrübəsini danışır. Hamı da inanır. Görürəm ki, neynəsin? Elə görüb də. Deyir ki, bəs axı mən belə bilirdim. Deyirəm, bax görürsən, məsələ bax burdadır. Aydınlanırlar, açılışırlar və daimi bu fikir mübadilələri ona da imkan verir ki, həmin o bilgilərlə heç olmasa gedib faktiki öz iş yerlərində hardasa demirəm, yəni bütöv, hardasa bir düzgün implementasiyaları həyata keçirsinlər. Dediniz icma yaratmısınız. Bu hansısa bir sosial şəbəkədə varmı? Yəni mən açıq məlumatsız idim. Agile Azərbaycan Community. Mənim həmkarım vaxtilə Nərminə xanım onu yaradıb 2019-da hətta səhv eləmirəmsə. Hər il bu arada summit olur. Agile Azərbaycan summit eşitməmisən mi? Yox, onu eşitməmişəm. İlk işim çəkilişdən sonra gedib o səhifəyə araşdırmaq. Artıq 3 dəfə həyata keçib və özüm olmasam da heç vaxt alınmayıb məndə iştirak eləmək təəssüf ki. Amma məsəl üçün həyata keçirirlər, spikerlər çağırırlar. Yerli spikerlər olur. Təəssüf ki, yaxşı sualdır. Təəssüf ki, əcnəbi spikerlər daha çox yer alır. Yerli spikerlərə sadəcə panel yeri təhvil verilir. Amma mən feedbackımı vermişəm. Nə vaxt ki, bizi spiker kimi çağırsaz, mən də özüm iştirak edirəm, problem deyil. Belə, amma var və fəaliyyət göstərir. Uğurlar sizə bu yolda. Çox sağ ol. Mənim bir digər sualım da mikromanagement. Hələ də bəzi iş yerlərində qalıb bu. Bəzi. Tamam, bir çox. Mikromanagement qalır və agile deyərdim ki, agile dərtmə düşmənidir də, yəni bu. Yəni siz necə fikirləşirsiniz? Bunu aşmaq üçün biz bu mikromanagementi idarə etməsini aşmaq üçün necə etməliyik? Əslində biz səninlə cavabladıq bunu. Baxsaq, bəli, cavabladıq. Nəyə görə bunu dedim? Sırf aydınlıq gətirmək üçün ki, yəni 100%. Bu daha çox ritorik deyildi. Yəni dediyim odur ki, həm lider və komandanın asılı olan mövzudur. Əgər lider özü belə deyəcəm. Lider özü mikromanagementə nəyə görə əl atır adətən? Birinci səbəb hər şey nəzarətdə saxlamaq. Yox, özü görüb vaxt ikən belə başqa cür bacarmır. İkincisi, komandaya nə güvən verir. Onu da danışdıq, düzdürmü? Əgər özü də rahat baxırsa ki, məsəl üçün də mən nəsə delegasiya edə bilirəm, mən ötürürəm komanda onu aparacaq, o güvən inam varsa hər iki tərəfdən. Mikromanagement olmayacaq. Və mən bu arada həmişə onu deyirəm, Netflixin yanaşmasını çox sevirəm bu mövzuda. Onlar deyirlər ki, bizdə nəzarət kontrol sistemi yoxdur. Deyirlər ki, necə ola bilər o? Biz deyir kontekstdən idarə edirik bunu. Deyir, kontekst nə deməkdir ki, kontekst? Deyir ki, mən lider olaraq gəlib deyirəm ki, dostlar, biz gedirik falan tərəfə. Onu necə biz ora gedəcəyik, sizə düşür. Siz həll eləyəcəksiniz, biz ora necə gedəcəyik. Deyir, yaxşı da, demək asandır axı, bəs getməsələr, gəlirik yenə məsələyə ki, güclü lider neynir? Güclü komandanı yığır və əgər o güclü komandanı yığıbsa, onların səriştəsinə inanır. Bu qədər bəsit. Və mütəmadi olaraq sadəcə onlarda baş verir müəyyən bir sinkronizasiya görüşləri və onlar kontekst əsasında nə edirlər? Bir-biri ilə fikir mübadiləsi həyata keçirirlər. Çünki bizim, belə deyək də, idarəçilər artıq deyəcəm, idarəçilərin və müdirlərin komanda ilə olan müzakirə prosesi və təmas forması monoloq olub həmişə. Yəni, müdir komandanı çağırırdı, hər həftənin birinci günü bizdə iclasdır. Nə olur orada? Yığışırıq, müdir təyin edir, kim danışacaq. Yığır ətrafına, özü də əyləşir başda ki, artıq bu lokasiyalara da artıq belə baxırlar ki, sən əgər lidersənsə, sən başda falanda oturmağa ehtiyac yoxdur. Mərkəzdə ol və biraz nisbətən arxada əyləş ki, onlar danışsınlar, sən də yönəld. Okey, sözüm onda deyil. Sözüm ondadır ki, monoloq tipli, belə deyək də, müzakirələrdə. Nəyə görə mikromanagement orada formalaşır? Əyləşdirir, özü başda, neynədir? Elvin, danış. Elvin danışır. Yox, elə olmamalıydı, düzəldərsən. Yusuf, danış. Halbuki, dialoq olmalıdır. İlk olaraq sual. Məsəl üçün, hər birinci gün görüşürük də səhər. Necə istirahət eləmirsiniz uşaqlar? Həftə sonu necə keçdi? Rahatçılıq yaratmaq üçün bu komandada. 100%.
Salamatçılıqdır. Heç də. Mən məsələn bu dəfə heç yerə getmədim. Hava elə idi ki, yəni ki, ailə ilə vaxt keçirdim filan. Amma team building çoxdan olmayıb ha. Gəlin gələcəkdə bu yaxınlarda HR burdadır, yoxdur. Yaxşı. Danışarıq. Bir filan oktyabrda bir şey fikirləşək. Yaxşı. Necədir işlər? Məsələn, bax bizim əsas yadınızdadır da biz konteksti də paylaşmağa başlayırıq. Yadınızdadır biz keçən həftə sizinlə filan agendaya əsasən mövzular danışmışdıq. İstəyirsiniz mən bir dənə deyim. Mən sizə demişdim ki, bu istiqamətə sizə dəstək olacağam. Orada hər şey yaxşıdır. Yolumuzu gedirik, filan tərəfdən bizə dəstək olacaq. İndi bunu necə edəcəyik sizdən eşitmək istəyirəm. Harda necədir vəziyyət? Kim birinci istəyir, özünüz seçin. Elvin deyir ki, məsəl üçün, məndə artıq müəyyən bir şeylər var. İfsu. Gedir nə? Diskussiya. Mən səndə elə bir güvən yaradıram ki, sən deyə bilərsən ki, məsəl üçün də şərti deyirəm. Yusif, bax, sizdən də gözləntin var bu məsələdə. Sən onu rahat deyə bilərsən. Monoloq tipində sən onu deyə bilməyəcəksən. Nə deməkdir? Rəhbərə sual vermək, rəhbərdən nəsə soruşmaq və ya sorğulamaq rəhbəri. Başa düşmədim. Rəhbər mənəm burada, yoxsa sən? Sorğulamaq səlahiyyəti kimdədir? Halbuki bir illüziyadır əslində. Heç kimin belə job description-ında heç bir rəhbərin, top menecerinin şeyində yazılmayıb ki, sorğulamaq səlahiyyəti sizdədir. Rəhbərdədir. Başa düşürsən sən? Ona görə mən bu ortamı rahatlayanda bu tipli məsələlərdən sən artıq və deyəndə ki, uşaqlar, yəni sualınız varsa, nə ilə razı deyilsinizsə və s. bildirin. Mən öz kontekstimdə həll edəcəm, narahat olmayın. Və qarşılıqlı bu diskussiya formalaşanda artıq mikromenecmentə ehtiyac yoxdur. Mən niyə gəlim səriştəli insanı günbəgün yoxlayım ki, nə oldu məsələ, nə oldu məsələ, nə oldu məsələ? Həm də o kollektivin yenilikçiliyini də boğur da həmin fikirlər. Yəni ancaq rəhbərin dediyi, bəlkə təzə yaxşı fikir var, həmin fikri qulaq asmır heç həmin rəhbər. Təbii ki. Mən Steve Jobs çox maraqlı insan olub. Bir mənalı insan olmayıb. Yəni ideal insan da olmayıb. Yəni utopiya yoxdur ki, o belə pedant olub, çox belə sərt də olub, cəmaatın üstünə qışqırıb da, qovallayıb da və s. Amma yaxşı bir sözü var, deyir ki, biz işçiləri və güclü mütəxəssisləri ona görə cəlb etmirik işə ki, hələ onlara deyək necə işləsinlər. Bizim buna o qədər pulumuz yoxdur. Başa düşürsən? O qədər varlı deyilik. Və deyir ki, ona görə mən atipli, A kateqoriyalı belə deyək də işçiləri səriştə nöqteyi nəzərdən daha çox yığmağa çalışıram ki, onlar nəticəsində bizə desinlər ki, qardaş, biz ora getməliyik əslində. Sən saydığını say. Bizim nöqteyi nəzərdən biz ki, onu edəcəyik, reallaşdıracağıq. Səriştəmizə sən inanırsansa, zəhmət olmasa, sən də öz kontekstində müəyyən bir dəyişikliklər həyata keçir. Bax, bu maksimum sağlam, qarşılıqlı diskussiya və effekt yaradan bir münasibətlərdir. Haradakı nə? Mikromanagement qəti olmayacaq. Heç vaxt olmayacaq. Yeniliyi boğmaq dedim bayaqları, yəni rəhbərin yanaşmasını yox. Rəhbərin yanaşmasını bir kənara qoysaq, hazırki zaman data zamanəsidir. Yəni qərarlar data əsaslı qərarlar verilir. Deyil. Ya elədir. Nəzəri olaraq elədir. Yəni bu ən azından ona doğru gedirik belə deyim. Doğru. Ona doğru gedirik. Bu data bəs necə deyək? Datada hansısa bir yeniliyi boğurmu? Məsələn, şirkətlər daha çox belə deyim, yəni praktikada, yəni özümüz də görürük, yəni korporativ mühitdə sən də görürsən, mən də görürəm. Yəni daha çox rəhbərin istədiyi datalardır. Bu datadan hansısa bir yola çıxmaq istəyirlər. Bu datalar bəs bizim yeniliyimizi yenə bu da boğurmu, yoxsa hansısa bəlkə başqa bir yeniliyi ortaya qoymaq olar, ancaq həmin datalara biz güvənib onun üzərindən hərəkət edirik davamlı olaraq bir xətt üzəyi. Yəni datanın yazdığı bir ssenari olur. Həmin ssenari üstündən hərəkət edirik. Bəlkə kənara çıxıb daha yaxşı şeylər kəşf edə bilərik. Belə cavab verəcəm də, sən bir analogiya gətirəcəm sənə. Çox populyar indi hal-hazırda sual var ki, süni zəka bizi əvəz edəcək. Bax, o sualı verməyən insan qalmayıb da demək olar ki. Ancaq elə peşələr var ki, doğrudan da əvəz edə biləcək. Amma tam olaraqmı? Bax, peşəni əvəz etməyəcək. Həmin peşə çərçivəsində müəyyən avtomatizasiyaya və rutin məsələləri aradan qaldıracaq bir yanaşmalara bu xitab eləyəcək. Məsələn, istənilən sahəni mənə de və mən sənə deyəcəm ki, bax bu sahənin rutin və avtomatizasiya yönümlü hissəsi var və bu sahənin beyin işinə və yaradıcı prosesə ehtiyacı olan hissəsi var. O yaradıcı hissə, kreativ hissəyə bağlı olan hissələr hər bir sahədə qalacaq. Və ən vacibi də odur. Əgər biz süni intellekt, süni zəkaya bizi dəyişəcək qüvvə kimi yox, bizim partnyorumuz və bizim silahdaşımız kimi baxacaqsa,
onda heç bir problem yaşamayacaq. Bu müqayisəli analiz və təhlil yersizdir. Onu qoyuruq qırağa. Eynilə də data. Yəni mən həmişə deyirəm ki, birmənalı baxışlar, tunel baxışlar deyilir də ona. Bizə heç bir yaxşı şey gəlib çıxartmır. Bax mən yalnız buna belə baxıram. Mənim qeyd etdiyim əslində o idi. Şirkətlər bu günləri dataya ancaq tunel kimi baxırlar. Bir başqa bucaqdan bax, bir yanaş. Data bizə imkan yaradır ki, yenə də bizim silahdaşımızdır ki, biz yalnız qərarlarımızı intuisiyaya görə verməyək. Bax əvvəllər bu piratlar var idi. Kompasun olmadığı vaxtlarda necə ölçürdülər hara gedəcəyik? Barmağını bir dənə şeylərlə çıxardırdılar. Hara əsir? Deyəsən baba ora getməliyik. Bizim indi hal-hazırda belə qərar vermək, biz biznesdən danışırıq da. Yüksək səviyyəli qərarları mənə elə gəlir ki, belə lazımdır eləməklə böyük bir riskə salırıq. Burada bizə data kömək edir. Data deyir ki, qardaş, bax, intuisiya gözəl şeydir. Amma rəqəmlər göstərir ki, və indi sən qərarını sonda o belə deyək də, rəqəmlərə əsasən verəcəksənmi? Öz daxili mədəniyyətinə görə verəcəksənmi? Nə bilim, etik məsələlərə görə sən nəsə verəcəksən? Amma data bunu deyir. Data deyir ki, pul qazanmaq istəyirsən, qardaş, A şirkəti kimi elə. Sən deyirsən ki, A şirkətin strategiyası axı bizim ümumiyyətlə daxili mədəniyyətimizə uyğun deyil. Nə olsun ki, data onu deyir. Okay? Sənə seçim verir. Deyir ki, aha, onda mən nə etməliyəm? Mən müəyyən bir məsələlərdə oradan yararlanacağam və istədiyim səmtə onu istifadə edəcəm. Başa düşdün nə demək istəyirəm? Amma bu belə bir şey yoxdur. İndi hal-hazırda biz datadır. Biz hər şeyi qoyuruq qırağa, datadan yola gedirik. Və ya başqa bir nümunə sənə verim. Süni intellekt qurmuşuq işə qəbul prosesində. Botdur. Bot böyük bir rekruting komandasının avtomatik işini rahatlayır. Nə ilə? Bir dəqiqədə 100 dənə CV-yə baxa bilir. Amma bot necə baxır o CV-yə? Keywordlərə baxır, məsələ baxır, skan edir. Alqoritmə uyğun gedir. Ondan çıxmır. Alqoritm oxudur, deyir ki, bu okey, bu okeydir, bu okey, bu okeydir. Amma real recruitment prosesi, real recruiter təcrübəsi onu göstərir ki, sən məsəl üçün bir CV-yə baxırsan, görürsən ki, ola bilsin mən bir məsələdir, amma nəsə orada sənə bir daxili bir səs cingildəyir ki, burada nəsə var, nə maraqlı tipajdır bu. Lütfizadənin qeyri-səlis məntiqi, yəni 0 ilə 1-in arasında da var nələrsə, onlara tutmaq lazım. Çağırır onu, deyir ki, mən bir də prosta görüşək də. Bot o imkanı verməyəcək sənə. O empatiya dedin, botun empatiyası yoxdur. Bot sənə şans vermir. O fikirləşmir ki, məsəl üçün sən gəlməliydin görüşə smokingdə və gözəl bir kostyumda və qalstukda. Yol üstü sən avariya düşdün, sənin üzərinə məsəl üçün kraska düşdü. O kraskadır səndə. Sən uyğun deyilsən, getdin. Baxın mən gəlirdim, hər şey yoxdur, mənə vecimə deyil. Bax bu riskləri aradan qaldırmaq üçün istifadə etmək yaxşıdır. Birbaşa olaraq yalnız bunun əsasında qərar vermək digər tərəfdən də risklidir. Başa düşürsən fərqliliyi. Bax orada ona görə bu bir mənalı, yenə təkrarlayacağam, bir mənalı daha doğrusu yanaşmadan biraz çəkinmək lazımdır ki, yəni bu hər bir şey bir mənalı deyil. Sən nəyə baxsan, mən bu tərəfdən baxsam 6-dır, sən o tərəfdən baxsan 9-dur. Ancaq onda biz konkret deyə bilməyəcəyik ki, gələcəyin lideri dataya əsaslanacaq yoxsa intuisiya ilə qərar verəcək. İkisinin qarşılıqlı əlaqəsindən bir şey də çıxarda bilər. Elə budur da, elə cavabı odur. Mən hətta belə cavablandırardım və belə deyim də var. Hal-hazırda müasir belə deyək, yanaşmalarda ən güclü lider kimdir? Situativ lider. Hansı ki bilir hansı situasiyada onun davranış forması necə olmalıdır? Növləri də var. Məsəl üçün coach tipli liderlik, yönləndirici liderlik, dinləyici liderlik və məsəl üçün birbaşa təpki verən liderlikdə və deyir ki, hansı yaxşıdır? Sən məsəl üçün oturub fikirləşsən, yəqin ki, o lider yaxşıdır, hansı ki, coach tiplidir, mənə həmişə dinləyir. Amma elədirmi? Hər hansı bir situasiya, məsəl üçün krizis, böhran situasiyasında sən məsəl üçün ondan bir konkret cavab gözləyirsən, o isə sənə sual verir. Sən bu situasiyada necə məsəl üçün eləyərdin? Sənin fikirlərin nədir? Sən də artıq narahatsan da, sən hiss edirsən ki, sənin cavabın yoxdur. O da maksimum dərəcədə eşidib ki, yox,
coaching tipli liderlik yaxşıdır, müasir olmaq lazımdır. Elə suallar verir sənə. Sən də yaxında mənə bir həll ver də, xahiş edirəm. O da onu hiss etməlidir. Hiss etməlidir ki, yox, hal-hazırda bu insana lazım olan böhran vəziyyətində müəyyən bir ipucudur və müəyyən bir time, yəni zaman lazımdır ki, bax Elvin, bizim çox vaxtımız yoxdur. Mən bilirəm ki, böyük iş qurulub, amma bir həftə vaxtımız var. Bu bir həftə ərzində bizə bu nəticə lazımdır. Lazımdırsa mən də sizlə bu nəticə uğrunda gecə kimi əlləşəcəm. Amma biz bir həftənin içində bunu verməliyik, variantımız yoxdur. Mən daxil. Sən nə hiss elədin oradan? Sən hiss elədin ki, o özünü təcrid etmədi söhbətdən, yalnız sizi demədi. Sizin bir həftə vaxtınız var. Dedi ki, bizim bir həftə vaxtımız var. Okay? İkincisi də ki, hiss elədin ki, lazım olsa, o da bizlə onu necə deyək ki, paylaşacaq. Bir həftədir, 3 gündür, 1 gündür və s. Komanda artıq biraz ilhamlanıb o yola çıxacaq. Güvənli formada davam edəcək. Amma lider o momenti hiss eləməlidir. Nə vaxt bunu eləmək, nə vaxt papaq geymə məsələsidir. Nə vaxt hansı papağı geyməlidir. Eyni ilə də data ilə intuisiya. Hansına harda üstünlük verməlidir, onu artıq situasiya yoxdur. 7 mərhələ keçib namizəd son görüşü təyin ediblər məsəl üçün liderlə. Üst liderdir və ya məsəl üçün orta səviyyə liderdir və s. Yəni konsepsiyaya görə sonuncu görüş onunladır. Və təbii ki, o soruşur 6 etap necə keçdi, qeydlər nədir və s. Məsəl üçün insan resurslarının nümayəndəsi gəlib deyir ki, bizə görə data onu göstərir ki, onun falan bacarıqları zəifdir, amma bu bacarıqlar yaxşıdır. Və biz sizdən əvvəl onunla başqa insanla görüşüb, onun da fikirləri budur. Nə edə bilərdi əgər sırf dataya əsaslanırdısa, deyirdi o ki, siz deyirsiniz, söz ondur. Yox, mən də bir görüşüm. Çünki ola bilsin ki, onun təcrübəsi, onun yanaşması, onun verdikləri potensial suallar bu namizədir. Başqa formada özünə çıxartsın. Ola bilsin ki, ondan əvvəlkilər heç o sualı ona verməyiblər, başa düşürsən. Bax, o onu da nəzərə alaraq artıq o qərarı vermiş olur. Mən düşünürəm ki, yekunda rəhbərlərə tövsiyələrimizlə, rəhbər və yaxud da rəhbər olmaq istəyən şəxslərə tövsiyələrimizlə davam edək. Sən necə? Bax, ən az yekunu bununla bağlayaq ki, çünki danışsaq uzun olacaq, bitməyəcək, kitab yaza bilərik dediyin kimi. Tövsiyə. Bax, xoşum gəlmir o sözdən. Nəyə görə? Çünki tövsiyə çox subyektiv mövzudur. Mənim üçün keçərli olan kimin üçünsə keçərli olmaya da bilər. Və onlar da məndən o tövsiyəni istəməyiblər də, onsuz da, düzdürmü? Amma nə biz qeyd eləyə bilərik? Bir rezümə olaraq da zaten biz bu haqqda bu gün haqqda danışdıq. Dediklərimizdən əslində bir nəticə də çıxara bilərik. Nəticə çıxardırıq. Elə nəticə çıxardırıq. Özümüz çıxardıq. Bu icmalı özümüz eləyək. Tam doğru. Məsələn, uğurlu lider ya başqa cür deyəcəm. Lider istiqamətdə böyümək istəyirsə insan, birincisi özünə sual verməlidir ki, mən ümumiyyətlə lider olmaq istəyirəmmi? Heç kimin belə deyək də qismətində yazılmayıb ki, hamı lider olacaq. Adətən biz ümumiyyətlə statistikaya baxsaq lider sayı daha az olur və o seçilən adamlar olur və həmişə onların adlarını və hər hansı bir əməllərini biz yada salırıq. Düzdürmü? Odur ki, əgər o potensial sizdə varsa, əgər siz o potensialı hiss edirsinizsə və uşaqlıqdan sadəcə ətrafınız yox, hansısa bir insanlar sizə gəlib deyib ki, sən özünü istəməsən də, sən əməllərinin mənim həyatımda bir təsiri olub. Bu artıq bir liderin əlamətidir. Və əgər bu varsa, bunun üzərində çalışmaq, bunu daha da gücləndirmək yaxşı olardı. Bunu deyə bilərəm. Və bunu mən istəmərdim ki, yəni insanlar bağlasınlar vəzifəsinə. Biz onu danışdıq. Əvvəldə də danışdıq ki, kimsə özünü lider sayır, amma deyir ki, təəssüf ki, amma mənim səlahiyyətim yoxdur bunu etmək. Heç bir orada məhdudiyyət yoxdur. Səlahiyyətə bağlı olan bir şey deyil. İstəyirsinizsə edin. Yəni sizə sonra çox sağ ol. Seçimdir də artıq. İstərsəniz sizə çox sağ ol deyəcəklər. Çox sağ ol naminə də etməyin. Təmənnasız bunu edin. Amma insanlar bunu yadda saxlayıb nə vaxtsa sizə onu bildirəcəklər. Geri dönüş olacaq nəzərdə. Çünki mən həmişə buna inanmışam ki, tək istedadla düzələn bir şey yoxdur və istedadsız da nəyisə əldə etmək mümkün yoxdur. Həmişə bu futboldan da nümunə gətirirlər. Deyirlər ki, məsələn, Lionel Messi deyir, Allah vergisidir. Cristiano Ronaldo laboratoriyadadır. Elə bil ki, özünün üzərində çalışdığı bir məhsuldur. Amma elə deyil. Cristiano Ronaldo da böyük bir istedad idi, hansı ki, üzərində çox çalışıb. Lionel Messi də öz üzərində çoxdur çalışıb. Əgər biraz çalışmasaydı həmin dayaz düşünməsək, məsələnin biraz detalına getsək, həqiqətən elədir. Yəni
İstedadsız zəhmətkeş insan, bax fikirləşsək ki, onda o yoxdur, amma çox zəhmətkeşdir. Təəssüflər ki, sadəcə müəyyən bir səviyyəyə gəlib çıxacaq. Çünki o kapasitə yoxdur. Amma işlədiyinə görə, daimi bu üzərinə düşdüyünə görə müəyyən bir ortaq keyfiyyətli səviyyəyə gəlib çıxır. Amma qabında olan, amma o vergiyə laqeyd yanaşan belə də ola bilsin ki, onun üzərində çalışana qədər də gəlib çatmasın. Bilirsən nəyə görə? Çünki bu müəyyən bir disiplina və davamlılıq nəticəsində heç olmasa orta səviyyəyə gəlib çıxıb, amma istedadlı, amma buna məhəl verməyən insan gəlib heç ümumiyyətlə ora çıxmayacaq. Başa düşürsən nə demək? Amma istedad və bunun belə deyək, üzərində çalışmaq məsələsini bir araya qatsaq və davamlı şəkildə bunu etsək və biz etsək ki, yəni bu liderlik bizdə var və bunun üzərinə düşəcəyik, gələcəkdə çox güclü liderlər olacaq. Məktəb vaxtı müəllimlər deyir ki, başı var ancaq oxumur. İstedadı var ancaq onu təkmilləşdirmir, üzərində işləmir. Ay sağ ol. Və ya biz nəyi görürük? Tutalım vaxtı ilə 2-lər, 3-lər alan insanlar indi biznes sahibidir və 5-lər alanlar gediblər onların işçiləri kimi ekspert işləyirlər. Başa düşürsən? Onun bağlılığı yoxdur. Bunu deyə bilərəm. Və onu da qeyd edə bilərəm ki, hər bir şey nədən danışsaq da, texnologiya olsun, metodologiya olsun, nə bilim, həllər olsun, onların bazasında insanlar dayanır. Əgər biz nəyisə öyrənmək istəyiriksə, ilk növbədə insanlarla düzgün kommunikasiya və insanları dinləməyi öyrənməliyik. İnsanı fərqləndirən də əsas bu dəyərdir ki, əsas bacarıq emosional varlıqları kommunikasiya qurmalıyıq. Tam doğru. Çünki hər şey ordadır, 80% ordadır. Sən insanın hər hansı bir işinə, prosesinə, karyerasına töhfə vermək istəyirsənsə, zaten insan özü deyir hər şeyi. Biraz otur fikir, dinlə də onu. Çünki o dinləməmək problemi çox aktualdır indi hal-hazırda. İnsanlar seçir daha çox öz təcrübəsini dinləmək. Məsələn, biz diskussiya edirik və sən nəsə bildirirsən, mənim beynimdə, mənim təcrübəm əsasında hər hansı bir artıq cavab formalaşır. Mən gözləyirəm ki, sən bitirəsən. Bitir də, mənim cavabım var artıq. O nə deməkdir? O deməkdir ki, qalan 10 dəqiqə ki, sən danışırsan, mən səni dinləmirəm. Mən səni eşitmirəm. Mənim bədən dilimdə onu ifadə etməyə başlayır. Mən başlayıram boylanmağa. Daha laqeyd yanaşır. Gözüm baxır məsəl üçün pəncərəyə. Bitir də belə. Cavab hazırdır da. Amma mənim cavabım sənə heç bir dəyər qatmır. Çünki bu cavab mənim cavabımdır. Nəinki mən məsəl üçün aktiv formada səni dinləyirəm, fokuslu səndəyəm. Mən bilmirəm də. Sən danışırsan və sən danışdıqca mən nəyinsə fərqinə varıram da o prosesdə. Bəlkə səsləndirəcək növbəti fikir dəyişəcək mənim danışıma uyğun. Və əgər mən onun nəticəsində sənə nəsə bir ötürmə edirəmsə, sən o dəyəri hökmən hiss eləyirsən. Mən nə ilə bitirəcəm? Ən sevdiyim futbol məşqçisi Sir Alex Ferguson vaxtilə kitabında, bioqrafiyasında yazmışdı ki, əbəs yerə insana Allah 2 göz, 2 qulaq və 1 ağız verməyib. Sizcə nəyə görə? Və reportaj aparan, reportyor ondan soruşur ki, nəyə görə? Çünki gərək insan daha çox müşahidə etsin və dinləsin, az danışsın. Biz bugün çox danışdıq, amma yəni daha da çox da maarifləndirdik mən hiss edirəm və yəni əgər biz bunu etsək və liderin başlıca yəni səriştəsi məhz o olacaq ki, ancaq kimsə də danışmalıdır, qarşı tərəfdə kimsə də dinləsin. O da yəni ki, başqa mövzudur. Bu günləri o rol bizə düşdü. Rol bizə düşdü və mən düşünürəm ki, maraqlı bir podkast oldu. Mən sənin suallarına görə səni təşəkkür etmək istəyirəm. Çox maraqlı suallar idi. Mən bilmirdim bu suallar haqqında və bu suallar həqiqətən yəni məni danışdırdı. Düzdür, əvvəlcədən mövzunu təyin edirik, ancaq suallar artıq danışığımız əsnasında çıxır ki, hansı sualları soruşacağıq, necə olacaq. İzləyicilərimizə təşəkkür edirəm bizi izlədiyi üçün. Bugünkü podkastımızın qonağı Yusif Qasımov idi. Aparıcı mən Elvin Rzayev. Bir də bizdə Milçək də var idi ortada 3-cü qonağımız kimi. Diqqətiniz üçün təşəkkürlər.